Sxemdə verilmiş B və C məntəqələri arasında temperatur fərqi 1,2 dərəcə Selsiyə bərabərdir. A-dan D-yə axan çayın uzunluğunun 50 kilometr olduğunu bilərəkdən çayın orta meylini hesablayın. Ümumiyyətlə bilməliyik ki, çayın orta meylini təyin etmək üçün bizə çayın meyli bərabərdir. Burada çayın düşməsini biz burada çayın demək uzunluğuna bölməliyik. Demək çayın uzunluğuna, yəni elə bölməliyik və bunun üçün bizə burada çayın demək uzunluğu verilib 50 kilometr, yəni bizdə burada elimiz bizə göstərilir ki, 50 kilometrdir. Amma çayın düşməsi yoxdur. Düşməsi B və C arasında demək bizə kəsmə yüksəliyi verilib, yəni temperatur fərqi verilib və bunun əsasında həm kəsmə yüksəliyi tapacağıq, həm də çayın düşməsini təyin etməyə başlayacağıq. Demək belə ki, birinci növbədə bir tapaq görək. Demək B-dən C-yə bir kəsmə yüksəliyi görsənir burada gördüyümüz kimi və biz əgər birdən B-dən C-yə bir kəsmə yüksəliyi varsa, onun hündürlüyə çevirməyə çalışacağıq. Demək bildiyimiz kimi hər 100 metr hündürə qalxdıqda temperatur 0,6 dərəcə Selsi dəyişir. Bunu nəzərə alaraqdan x metr qalxdıqda isə bu 1,2 dərəcə Selsi dəyişməlidir. Belə ki, x-i buradan tapsaq bu olacaq. Demək bizim üçün 200 metr. Demək ki, burada hər kəsməmiz 200 metrə bərabərdir. Əgər A-dan D-yə axırsa çay, bizim burada artıq biz nəzər salmaq ki, buradan isə kəsməmiz var. 1, demək 2 və 3 kəsməmiz olacaqdır. Hərəsi 200 metrdən biz hesablasaq, bizim artıq A-la D arasında düşməmiz A-D arasında bərabər olacaq 600 metrə. Belə ki, biz artıq 600 metri düşməni tapandan sonra çayın, yəni A ilə D arasındakı məsafə fərqi düşməyə bərabər oldu. Biz onu böləcəyik demək 50-yə və beləcə burada cavabımız 12 metr bölünsün kilometrə bərabər olacaqdır. Demək doğru cavabımız 12 metr bölə kilometrdir.